ən böyük və ən kiçik qiymətinin tapılması. İfadənin ən böyük, ən kiçik qiymətinin tapılması nədir? Bu hansı ifadələrdən mümkündür? Məsələn, x üstü 2n şəklində bir ifadədir. Bu ifadənin ala biləcəyi, kvadratın, cüt dərəcənin ala biləcəyi ən kiçik qiymət riyaziyyatda 0-dır. Amma bunun önündə mənfaatsam, siz buranı nə qədər belə deyək, hansı ədədi yazırsınız yazın, cüt dərəcə onu müsbətə çevirəcək. Bu qarşıdakı mənfi onu hər dəfə kiçildir. Ədəd getdikcə kiçiləcək. Məsələn, mən bu x-in yerinə 2 yazsam, tutaq ki, x-in kvadratıdır. Qarşıda da mənfi var. X-a 2 yazanda mənfi 4 eləyir. X-a 3 yazanda mənfi 9 eləyir. 4 yazanda mənfi 16 eləyir. Getdikcə ədəd kiçilir. Kvadrat aparmır məsələn? Yox, kvadratın qarşısındakı mənfidir. Sizdən bunun qiymətinin ancaq ən böyüyünü soruşa bilər. Və belə halda da ən böyük qiymət 0-dır deyirik. İndi məsəl üçün, tutaq ki, mənə deyir ki, x kvadratı üstəgəl 7-nin üstü 2, bir də yazıb ki, x kvadratı çıxılsın 5-in üstü 2. Sual verir, mənə bunların ən kiçik qiymətini tap. Necə tapa bilərəm? Mən danışdım ki, kvadratın ən kiçik qiyməti 0-dır. Bunun üstü də kvadratdır. Cüt dərəcənin ən kiçik qiyməti 0-dır. Xeyr, bunun ən kiçik qiyməti 0 ola bilməyəcək. Niyə? Bunun içərisini 0-a çevirən qiymət varsa bu mötərəzə daxildir. Onda 0 olur. Məsələn, mən bunun içərisini 0-a çevirən qiyməti tapmaq istəyirəm. 0-a çevirən qiyməti tapmaq istəsəm, x kvadratı bərabər olur mənfi 7-yə. Kvadrat mənfi deyə bir heyvi kökü yoxdur. Ona görə deyirsən müəllim, bax bunun ən kiçik qiyməti 0 deyil, 0-a çevirən qiymət yoxdur. Onda içəridəki bax bu x kvadratının ən kiçik qiymətini 0 götürürəm. Cavab eləyir 49. Bu 49 bu ifadənin ən kiçik qiymətidir. Ən kiçik qiyməti 49-dur. Amma gəlin sağa baxaq. X kvadratı çıx 5. Bəli, bunun ən kiçik qiyməti var. X kvadratını 5-ə çevirə biləcəyi qiymət var da plus minus kök altda 5. Siz kök altda 5-i bu x-in yerinə yazsanız, misal bütövlükdə 0-a çevriləcək. Həqiqətən də kök altda 5-in kvadratı çıx 5 edər 0. Deməli, içərini 0-a çevirən qiymət var. Əgər varsa, o halda deyirsən ki, müəllim, bunun ala biləcəyi ən kiçik qiymət 0-a bərabərdir. Bu aydındır. Məsələn, bir başqa misal götürək. İndi bu dəfə bütöv şəkildə baxaq ifadəyə. Deyir ki, 2x kvadratı üstəgəl 7 kvadrat, üstəgəl y-in kvadratı çıx 3-ün kvadratı, çıx 24. Sualı belədir. İfadənin ən kiçik qiymətini tapın. Mən də bir-bir baxıram. Bunun üzərində cüt dərəcədir. Görün, bunun içərisində 0-a çevirən nəsə var. 2x kvadratı plus 7-ni 0-a çevirmək üçün 2x kvadratı mənfi 7 olmalıdır. Bu da mümkünsüzdür kvadratın mənfi həqiqətdə də olması. Bu mümkünsüzdürsə, onda mən necə etməliyim? 0 plus 7-nin kvadratı. 2 vur, bunun yerinə 0 yazıram. Başa düşdük bunu. İndi gəlin buna yoxlayaq. Y kvadratı minus 3-ü 0-a çevirəcək qiymət varmı? Bəli, var. Kök altda 3 qiymətindir. Plus minus kök altda 3. O zaman deyirik ki, müəllim, bunun ən kiçik qiyməti ilə 0-dır. Minus 24. Hesabatını aparaq. Mötərəzənin içərisi 7. 7-nin kvadratı 49. Çıx 24. Ən kiçik qiyməti 25-dir. Daha sonra keçək kvadrat üçədlidən danışaq. Kvadrat üçədli belə məşhurdur, çünki bütün hər yerdə demək olar ki, biz bundan istifadə edirik. Kvadrat tənlik, kvadrat bəli, funksiya. Bax, kvadrat üçədli buna deyirik. Ax kvadratı üstəgəl bx üstəgəl c şəklində olan ifadə. Sən bunun sağına 0 yazsan, tənlik olur. Sən bunun qarşısına y yazsan, funksiya olur. Amma bizim hal-hazırda öyrənəcəyimiz kvadrat üçədlidir. Kvadrat üçədlinin a vurulsun, x minus m-in kvadratı üstəgəl n şəklində yazılışın adı var. Nöqtədə keçirik. Bəli. Bunun adına deyirlər iki hədlinin tam kvadratı. İki hədlinin tam kvadrata ayrılması. Sizlərdə belə sual soracağız. Amma buradakı m-nin nə olduğunu bilək. İki hədlinin tam kvadratına ayıranda oradakı m-ni tapmaq üçün mənfi b bölü 2a. N də bərabərdir. 4b, 4ac bölürlər 4a'ya. Amma mən bunu belə yazmağı xoşlamıram. Bunu belə yazaq. 4ac çıx b kvadrat bölü 4a. Bu düsturları əzbər bilməliyik. Bu öz yerində. İndi məsələn bir dənə kvadrat üçədli götürək. Bir şey demədim. Yadımdan çıxdı. Bəs yaxşı, bu kvadrat üçədlinin ən böyüyümü, ən kiçiyimi olacağını hardan qərar verə bilərik?
Uşaqlar baş əmsala baxın. Əgər kvadrat üçədlində baş əmsal müsbətdirsə, o kvadrat üçədlinin ən kiçik qiyməti var, ən böyük qiyməti yoxdur. Çünki müsbət ədədlərin ən böyüyü olmur. Amma A mənfi olanda onun ən böyük qiyməti var. Mənfi ədədlərin ən böyüyü var çünki. Onun ən kiçik qiyməti yoxdur. Başa düşdün? Yəni baş əmsalına baxıb deyəcəksən. Yaxşı, deyəcəksən ki, müəllim, mən bildim nə vaxt ən böyüyü var, nə vaxt ən kiçiyi var. Bəs müəllim, onu necə tapıram mən? Bu ən böyük, ən kiçik qiyməti tapdıran n hərfidir. N-də. Ən böyük, ən kiçik qiyməti tapmaq üçün misalda n-dən istifadə edirlər. Məsəl üçün bir dənə nümunə yazın. Tutaq ki, deyirəm, 2 vurulsun, x minus 3-ün kvadratı üstə gəl 5. Mən şagirddən soruşsam ki, mənə bunun ən kiçik qiymətindir, çünki A müsbətdə axı baş əmsal. Deyəcəksən ki, müəllim 5-dir. Hansıdır o n? N. Amma mən desəm ki, mənə bu ifadənin ən kiçik qiymət alması üçün x-a nə yazmalıyam? Onu de. Mən nə yazım ki, x-in əvəzinə bu ifadə ən kiçik qiymətini alsın? Onda sən mənə m-i deyəcəksən. M. M-i neçədir? 3-dür. M buranı sıfıra çevirən qiymətdir. Bu ifadənin içərisində. Həqiqətən m-ə 3 yazsam, bax, 3-dən 3 çıxıram 0. 0-ı 2-yə vururam 0. Üstünə 5 gəlim. Yəni, m yerinə yazanda onsuz ifadədə n alınmalıdır. Və n bunun ən kiçik qiymətidir. Bir başqasına baxaq. Məsəl üçün deyirəm ki, mənfi x minus 7-nin kvadratı üstü çıxılsın 6. İndi bunun baş əmsalı mənfidir. Mən sizdən soruşmalıyım, uşaqlar, bunun ən böyük qiyməti nədir? Deyəcəksiniz mənfi 6. Bu mənfi 6 nə idi? Bunun n-idir. Görürsən, ən böyük, ən kiçik qiymət tapdıqda biz n-dən istifadə edirik. Ən böyük qiymət olduğunda hardan bilirəm? Baş əmsalı mənfi olduğu üçün bilirəm. İndi mən desəm ki, bunun da x-in hansı qiymətində ən böyük qiymət alır? 7 qiymətində. 7 bunun nə idi? M-idir. Başa düşdük bunu da. Yaxşı, bir dənə də toplu sualına baxaq. Bunları madam ki, anladıq. Məsəl üçün deyir ki, 9x kvadratı, bax, testi açan kimi belə bir sualla qarşılaşacaqsınız. Minus 2y üstə gəl 19. Sual verir. İfadənin ən kiçik qiymətini tapın. Təbii ki, belə tapa bilmərəm. Bunun içində parça-parça müxtəsərlər var. Görürsünüz. 9x kvadratını yazıram. Minus 6x-i da yazıram. Mən bura nə əlavə edim ki, müxtəsər fərqin kvadratı alım? Hə, onu da əziyyət çəkirsinizsə tapmaqda. Bəli, 1-dir. Amma necə tapırıq? Ortadakı 6-dır. 6x-i bölürsəm, bu nəyin kvadratı? 3x-i. Neçə qaldı? 2. 2-ni də düsturdakı 2-yə bölürəm. Nə qaldı? 1. Deməli, 1-in kvadratını əlavə edib çıxacaqsın. Misala. Üstə gəl. Y-in kvadratı çıx 2y. 2-ni 2-yə böləndə nə qaldı? 1. Burada 1 əlavə edib çıxacaqsın. Üstə gəl 19. İndi gəlin baxaq. Buradan bura nəyin açılışıdır? 3x minus 1-in kvadratı. Buradan bura nəyin açılışıdır? Y minus 1-in kvadratı. Y minus 1-in kvadratı. Mənfi 1, mənfi 1. Etdi mənfi 2. Bu da müsbət 19. Qaldı mı 17? 17. Mənim istədiyim hala düşdü ifadə. İndi gəlin biz bunun ən kiçik qiymətini tapmağa çalışaq. Düzdür, bunun qüvvəti kvadratdır, cütdür. Amma mötərəzənin için sıfıra çevirən qiymət var, bir yoxlayaq. 3-də 1 var. O zaman deyirsən ki, ay müəllim, bu ifadənin ala biləcəyin kiçik qiymət 0-dır. Y minus 1-i sıfıra çevirən qiymət var. Var da 1 yazanda 0 olur. O da bunun da ən kiçik qiyməti 0-dır. 0 üstə gəl, 0 üstə gəl 17. İfadənin ala biləcəyin kiçik qiymət 17 olur. Bu da aydındır. Yaxşı, indi bir dənə də bundan yazıram. A üstə gəl, B-nin kvadratı plus 6AB A plus B plus 10. Sual verir. İfadənin ən kiçik qiymətini tapın. Görürəm ki, içində də A plus B var. Fikirləşirəm ki, mən bu A plus B-yə bəlkə bir T deyim. T desəm, olacaq şolar. T kvadratı plus 6T plus 10. Nə alındı? Kvadrat üçədli. Kvadrat üçədlini o düsturla da yaza bilərsiniz. Mənfi B bölü 2A. Hə, B nədir? 6-dır, A da 1-dir. Tapdınız, mənfi 3. Yəni yazacaqsınız bura T minus 3-ün kvadratı. Hə, n-i tapa bilərsiniz düsturla 4ac minus b kvadratı yerinə yazın hərfləri tapın. Amma bu çox rahat bir kvadrat üçədlidir. Mən onu istəyirəm bu şəkildə ayıram. T kvadratı üstə gəl 6t
Ondan 9 dənəsini ayırıram, bir dənəsini də ayrı yazıram. Bu eləyəcək nə qədər? Da qalsın hissəylə yaza bilək. Deməli bu nə indi? T plus 3-ün kvadratının. Düzdür? T plus 3-ün kvadratı plus 1. O zaman bunun ən kiçik qiyməti nədir? Mənfi 3. Soruşsam ki, ən kiçik qiymətin harda alır? Daha doğrusu başlayayım. Ən kiçik qiymət mənfi 3 deyil. Bunun ən kiçik qiyməti mənfi 1-dir, müsbət 1-dir. Bu isə bunun m-idir. Harda alır ən kiçik qiyməti? T-yə mənfi 3 verəndə alır. T-nin mənfi 3 qiymətində. Bu da belə. Son bir dənə də sual yazıram. M-i necə adlandırırıq biz? Yəni nə deyirik? M ifadənin ən kiçik qiymətini aldığı, ən böyük qiymətini aldığı nöqtədir. Yəni x-in yerinə həmin nöqtəni yazdıqda m-i ya ən böyük alır, ya ən kiçik alır. Bir dənə sizə buraxılışa düşən sualında izah vermək istəyirəm. 3a minus 5b yazıb ki, belə bir A ilə B natural ədəddir. A ilə B natural ədəddir və 48 bölünsün A plus B ifadəsinin ən böyük qiymətini istəyir. Hə, bax, bu ifadəni imtahana salmaqda məqsədlər nədir? Sual çox asandır. Amma uşaq ilk baxışdan baxanda bunu həll eləməyə bilər. Deyir ki, bu ifadənin ən kiçik qiymət aldığı yerdə, o ifadə ən kiçik qiyməti harda alırsa, o nöqtədə bunun cavabını hesabla. Bunun ən böyük qiymətini hesabla. Birincisi, sən anlamalısan ki, bir kəsr ən böyük qiymət istəyirsə, onun məxrəci nə olmalıdır? Ən kiçik. Yəni, sən axtarırsan A-nın B-nin ən balaca qiymətini. Gəl, baxaq görək bir modul ən kiçik yeri hardadır? Modul cüt dərəcə kimi bir şeydir. Bəli, ən kiçik alacağı qiymət 0-dır. O zaman şagird deyəcək ki, müəllim 3A 5B-yə bərabərdir və A-nın B-yə nisbəti. Müəllim 5-in 3-ə nisbətidir. İndi uşaq deyə bilər ki, ay müəllim, bu A 5-də olar, 5-i 2-yə vur 10-da olar, 15-də olar, sırayla da, yəni 5x şəklində bir ədəddir. Müəllim, B də 3-də olar, 6-da olar, 3-ü 3-ə vur 9-da olar, sırayla. Amma məndən ən kiçiklərini istəyir. Deməli, mən 5-nin 3-ü götürməliyim. 48 bölünsün 5 plus 3, bu da eləyəcək ən kiçik qiyməti 6. Məncə aydındır, hə? Bu da belə.